Bugün funksiyalar mövzusuna davam edirik. Deməli, indi danışdığımız isə parabola kvadratik funksiyadır. Burada y bərabərdir ax kvadrat üstəgəl bx üstəgəl c şəklində olan funksiyanı görürük və belə funksiya kvadratik funksiya adlanır. Kvadratik funksiyanın qrafikinə isə parabola deyirik. Kvadratik funksiyanın 3 yazılış forması var. Birinci burada gördüyümüz çoxədli şəklində olandır. İkinci, a olsun x m'in kvadratı üstəgəl n şəklində olandır. Bu isə bizdə təpə nöqtələri ilə yazılışdır. Təpə nöqtənin koordinatları ilə daha doğrusu yazılışdır. Üçüncü yazılış forması isə a olsun x x1 vur x x2'dir. Bu isə funksiyanın kökləri ilə, daha doğrusu çoxədlinin kökləri ilə olan yazılış formasıdır. x1 və x2 funksiyanın qrafikinin o x oxunun kəsdiyi nöqtələrin absislərini göstərir. Parabolanın qrafikin hamımıza tanış əslində bu formada olur. Ümumi şəkildə bu formada olsa da müəyyən variasiyalar var. Burada görürük ki, qollar yuxarıdadır. Bu deməkdir ki, a sıfırdan böyükdür. Digər halda qollar aşağıda olanda a sıfırdan kiçik olmuş olacaq. Bundan başqa biz a ilə həm də bu parabolanın enliliyin və darlığın təyin edə bilərik. Əgər a-nın modulu birdən böyük olarsa, parabola daha dar formada olur. A-nın modulu 0 ilə 1'in arasında olarsa, daha enli yayılmış formada olacaq. Parabolanın təyin oblasti və qiymətlər oblasından danışaq. Parabolanın təyin oblasti hər şeydir. İstənilən bütün qiymətləri ala bilər. Niyə? Çünki burada nə kök, nə də kəsr kimi qorxulu məqamlar yoxdur. Ona görə də istənilən bütün hər şeyi ala bilər. Yəni yaza bilərik ki, df bərabərdir mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Y isə burada dəyişkəndir. Y nədən asılıdır? Bizim funksiyanın qrafikinin qollarının yuxarı ya da aşağı olmasından. Bura baxsaq görürük ki, Y bizdə qiymətlər oblastıdır. Yəni parabolanın aldığı qiymətlər. Burada görürük ki, aldığı ən kiçik qiymət budur, amma ən böyük sonsuza doğru gedir. Deməli, A sıfırdan böyük olsa, yəni qollar yuxarı olsa, əgər A sıfırdan böyük olsa, yəni qollar yuxarıdırsa, parabolanın qiymətlər oblasti n-dən müsbət sonsuzluğa olacaq. Əgər a sıfırdan kiçik olsa, qiymətlər oblasti n-dən mənfi sonsuzluqdan n-ə olacaq. Görürük ki, burada a sıfırdan kiçik görə mənfi sonsuzluqdan gəlir, n-də dayanır və aldığı ən böyük mümkün qiymət n olacaq. Deməli, qiymətlər oblasti da bu şəkildə dəyişkənlik göstərə bilir. Bundan başqa soruşa bilərik ki, m ilə n-i biz hardan tapaq? M ilə n-i tapmağın birinci yolu bu halda tam kvadrata ayırmaqdır. Burada x-in yanındakı m-i, kənarda qalansa n-i göstərir. Bundan başqa daha düsturla olan, yəni əzbərlənisi bir yolsa, budur, m bərabərdir mənfi b bölü 2a. Deməli, bu b-nin əmsalını götürür, mənfi b olur və 2a. N-i necə tapırıq? N də bərabər olacaq. Mənfi diskriminant bölünsün 4a. Diskriminantın üstü nədir? B kvadrat çıx 4ac. Mənfiyə vurulur, olur 4ac çıx b kvadratı bölünsün 4a. Deməli, m ilə n-i biz buradan da tapa bilərik. Bundan başqa parabolada nədən danışmaq olar? Simmetri yoxundan. Parabolan bildiyimiz kimi simmetrikdir və bu simmetri yoxu bu formada olur. Bu oxda x bərabərdir m düz xəttdə olacaq. M də bizdə təpə nöqtənin absisidir. Parabolanın daha sonra müxtəlif variantlarını da demişdik. Bu müddət ola bilər eyni şəkildə və bu formada da ola bilər. X üçüncü yazılış forması isə bizə nə göstərir? Görürük ki, parabola o x oxunu iki nöqtədə kəsir. Bunlardan birincisi x1, ikincisi isə x2'dir. Bunlar da bizim köklərimizdir. Ona görə də biz bu şəkildə rahat şəkildə yaza bilərik. Bu halda bizim parabolanın diskriminantını hesablayanda diskriminant sıfırdan böyükdür. Niyə? Çünki iki kökümüz var. Əgər diskriminant sıfıra bərabər olsa, onda funksiya bu şəkildə olardı.
Çünki burada toxunur, x toxunur və sadəcə bir kök var. Ya da ki, bu şəkildə də ola bilər. Bu A-nın işarəsindən asılıdır, bayaq dediyimiz kimi. Ancaq bu halda görürük ki, o x toxu ilə bir əlaqəsi, toxunma nöqtəsi yoxdur. Ona görə də bu halda diskriminant sıfırdan kiçik olmuş olur. Əgər diskriminant sıfırdan kiçikdirsə və A müsbətdirsə, görürük ki, parabolanın aldığı bütün qiymətlər müsbətdir. Əgər diskriminant sıfırdan kiçik, A da mənfidirsə, aldığı bütün qiymətlər mənfi olacaq. İndi bayaq danışdığımız parabolaya aid 2 dənə sualını davam edəcəyik. Deməli, birinci sualda bizə verib y bərabərdir x kvadrat üstəgəl ax üstəgəl 36 parabolası absis toxumunu 2 nöqtədə kəsir. A-nın hansı qiymətlərində olduğunu tapmalıyıq. Bayaq danışdıq ki, absis toxumu 2 nöqtədə kəsirsə, diskriminant sıfırdan böyük olmalıdır. Yəni, 2 kökümüz olması üçün diskriminant sıfırdan böyük olmalıdır. İndi həmin bu funksiyanın diskriminantını hesablayanda yazıram. Diskriminant bərabərdir. A-nın kvadratı çıx 4 vuraq S 36. Bu əmsala da vura bilərik, o onsuz da 1-dir. Nə olur? A kvadratı çıx 144. Böyük olmalı sıfırdan. Buna da bildiyimiz kvadratlar fərqini açıram. A çıx 12, A üstəgəl 12 böyük olmalı sıfırdan. İndi gəlirəm intervallar üsuluna. Hər ikisi daxil deyil, mənfi 12 və 12. Baş şərtin əmsalı müsbətdir. Müsbət, mənfi, müsbət. Bizə müsbət olanlar lazımdır, ona görə də A daxildir. Mənfi sonsuzluqdan mənfi 12-yə. Birləşmə 12-dən müsbət sonsuzluğa. Deməli, absisi 2 nöqtədə kəsir deyilsə, diskriminant sıfırdan böyükdür demək istəyir. Diskriminantını tapıb sıfırdan böyük edirik və intervallar üsulu ilə kökləri, daha doğrusu hər çoxluğunu tapa bilərik. İkinci sualda bizə belə bir qrafik verir. Paraboladır, təpə nöqtəsi görürük ki, mənfi 2, 1 mənfi 2 nöqtəsidir və y oxun 0-1 nöqtəsində kəsir. S çıx, A çıx, B-ni istəyir bizdən. Deməli, təpə nöqtəni bilirəmsə mən bu formada yazmaq daha rahatdır. A vurulsun, x çıx, 1 olduğuna görə 1 birbaşa yazıram, kvadratı. Burada da olur mənfi 2. Bu m-i göstərir 1, bu isə n-i göstərir. İndi bunu biz açıb yazsaq nə olacaq? A vurulsun, x kvadrat çıx 2x, üstəgəl 1 çıx 2. Bu da bərabər olur ax kvadrat çıx 2ax üstəgəl a çıx 2. İndi biz bilirik ki, y oxunun kəsdiyi nöqtə 1-dir. 1 normalda bizə s-ni göstərir. Buna görə də bu hissə, yəni a çıx 2 bərabər imiş 1-ə. Onda a da bərabərdir 3-ə. Bundan sonra necə davam edirik? A3 olanda A onsuz da 3'dür. Olur 3x kvadratı çıx 6x üstəgəl 1. Deməli, bizdə S olur 1, S bərabərdir 1, A bərabərdir 3, B də bərabərdir mənfi 6. İndi S çıx A çıx B-ni də hesablasam olur 1 üstəgəl 1 çıx 3 üstəgəl 6. Bu da necə 4. Deməli, təpə nöqtəni bilirəmsə yazıram. Bu düsturdan istifadə edirəm bu yazılışdan. A olsun x çıx m-in kvadratı üstəgəl n. M-in yerinə 1-i, n-in yerinə mənfi 2 qoyuram. Sonra bunu baxıram, olur A olsun x kvadrat çıx 2ax. Burada bir dənə A yaranır, A çıx 2. Sonra da baxaram ki, orduna toxunun kəsdiyi nöqtə 1-dir. 1-dirsə onda A çıx 2 1-dir. A burada 3 olur. A3 olanda da yerinə qoyuram 3x kvadrat çıx 6x üstəgəl 1. Daha sonra S1, A3, B mənfi 6 olur. Yerinə qoyub bu şəkildə hesablayıram. Başqa necə yazmaq olar? M-in düsturu ilə yazmaq olar. M bərabərdir mənfi B bölü 2A. M-i bilirik. Daha sonra N-in düsturu ilə mənfi diskriminant bölü 4A. Hər ikisini yerinə qoyub buradan da tənliyi alıb həll eləmək olar.